Yaşa görə əmək pensiyası hüququ. Hazırda 65 yaşına çatmış kişilərə və 64 il 6 ay yaşına çatan qadınlara yaşa görə pensiya təyin oluna bilər. Onların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda, 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla, yaşa görə əmək pensiyası hüququ var. Əmək pensiyaları haqqında qanuna əsasən, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyasının pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılıb. Əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilmədiyi hallarda, tələb olunan müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, dost mərkəzinə və ya şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edilməlidir. Yeri gəlmişkən, 2026-cı ildən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyinatında dəyişiklik olacaq. 2019-dan 2025-ci illərdə pensiya yaş həddinə çatmış sığorta olunana yaşa görə əmək pensiyası təyin edilərkən, onun 1 yanvar 2006, 1 iyul 2018-ci il tarixinə fərdi şəxsi hesabında pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-nədək olan sığorta stajı 25 il hesablanırdı. Gələn ildən etibarən isə bu müddət hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq. Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, 2026-cı ildən etibarən sığorta olunanların fərdi şəxsi hesabının sığorta hissəsində 1 iyul 2006-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək pensiya kapitalı olduqda, onlara avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilərkən, 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üzrə sığorta stajları 24 il olaraq hesablanacaq. Bu halda, onların 2006-cı ilin 1 yanvar tarixindən sonra tələb olunan 25 ilin tamamlanması üçün ən azı 1 il sığorta stajı olduqda və ya fərdi hesablarının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı 2006 ilin 1 yanvar tarixinədək olan 24 il sığorta stajına müvafiq hesablanan pensiya kapitalı ilə birgə olduqda pensiya hüququ yaranacaq və pensiya təyinatı avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.